Müalicə məqsədi ilə həkimlərin bizlərə təyin etdiyi dərmanları günün müxtəlif saatlarında qəbul edirik. Heç düşünmüsünüzmü, niyə görə dərmanların qəbul vaxtı günün müxtəlif saatlarında olur? Olmazdı ki, onları hamısını eyni vaxtda birlikdə qəbul edək. Əslində doğru olmazdı. Çünki dərmanların faydalı təsirləri və yan təsirləri günün müxtəlif saatlarında müxtəlif dərəcədə olur. Bu da nədən asılıdır? Orqanizmdə sirkadian ritm deyə bir sistem var və bu sirkadian ritm gündüzlə, gecə ilə əlaqəlidir və onların təsiri ilə məhz bizim orqanizmimizdə hormonların müxtəlif dərəcədə ifraz olunması, sekresiya olunması, həmçinin qaraciyər fermentlərinin də aktivliyi günün saatlarına görə dəyişir. Və bütün bunları öyrənən bir elm sahəsi var ki, bunun da adı xronofarmakologiyadır. Xronofarmakologiya elminə istinad edərək xəstələrin müalicəsini həyata keçirən sahə isə xronoterapiya adlanır.